Heydər Əliyev sarayının səhnəsində sevgi tədricən şübhəyə, şübhə isə faciəyə çevrildi. Xalq artisti Azər Zeynalovun rejissor yanaşması ilə ilk dəfə təqdim olunan Otello, insan psixologiyasının ən mürəkkəb məqamlarını opera dili ilə əks etdirdi. Artıq 6 aya yaxındır ki, biz bu tamaşanı hazırlayırıq. Tamaşanın rejissor işini də mən öz öhdəmə götürdüm. Otello partiyası da ki, bilirsiniz, çox, necə deyim, dəlisov, olduqca içərisi duyğuları təmiz olan bir insandır, saf adamdır və Yago kimi yaramaz, belə insani cəhətlərə yaramaz bir qüvvəyə inanır, onun təsiri altına düşür və bütün həyatını puç eləyir. Tamaşada dünya dramaturgiyasının ən məşhur mənfi obrazlarından biri olan Yagonu, əməkdar artist Anton Ferştant, opera sənətinin ən saf, sədaqətli qadın obrazlarından sayılan Dezdemonanı isə əməkdar artist Afaq Abbasova canlandırdı. Bu obrazların emosional dünyası əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə musiqidə ifadəsini tapdı. Otello operasında Yago obrazını ifa eləyirəm. Mənim üçün çox yaxşı roldur. Yəni baritonlar üçün ən sevimli roldur. Cassio müsbət qəhrəmandır, mən deyərdim. Heç bir onun günahı olmadan onu təhsinləndirdilər. Onu hətta Desdemona ilə münasibətdə təhsinləndirdilər və necə deyərlər, sonu yaxşı qurtardı. Cassio hər bilirlər ki, Cassio artıq həyatda yoxdur, amma ki, o sağ qaldı. İtalyalı bəstəkar Giuseppe Verdi'nin eyni adlı operası əsasında hazırlanan səhnə əsəri 2-ci Opera Günləri Festivalının bağlanış mərasimi çərçivəsində nümayiş etdirildi. Tamaşa psixoloji mövzuları və güclü emosional təsiri ilə bugün də aktuallığını qoruduğunu bir daha təsdiqlədi. Arzu Yusif, Azər Məcidov, Mədəniyyət xəbərləri.